Salam hər kəs dostlar. Bu günləri çox maraqlı bir protokol var. Onu müzakirə edəcəyik. Hansı protokol ki bizə qazanmaq imkanı verir. Təbii ki, videoya başlamamışdan qabaq mütləq şəkildə kanala abunə olub zınqrov işarəsini qoyun ki, yeni videolardan xəbəriniz olsun. Və indi ümumiyyətcə video boyu baxacağıq görə bu proyekt özündən nə təsəvvür eləyir, burada nələr var, nələr yox və biz burada hansı qazanc növlərini sağlaya bilərik. Ümumiyyətcə hal-hazırda Plaza Finance bilirsiniz point vermə rejimindədir. Hal-hazırda yəni biz elədiyimiz investisiyalara görə həmçinin də pointlər də qazandıq. Hansı pointlər ki, gələcəkdə ola biləcək airdrop, yəni hansı ki ola bilər ki, deyilib ki olacaq, airdropdan qazanc da əldə edə bilərik. Ümumiyyətlə hal-hazırda mən öz kabinetimi açmışam. Belə deyək, proyektin linki videonun altında var. Oradan götürə bilərsiniz. Öz kabinetimi açmışam. Burada gördüyünüz kimi müəyyən nələrsə var. Welcome to Plaza sezon 2-də artıq gördüyünüz kimi və burada My Position bölümündə görürük. Bizdə nəsə Live Ethereum var 31 dollarlıq, bir də Bond Ethereum var 11 dollarlıq. Baxacağıq görək bunlar nə deməkdir, nə məna daşıyır, bizə hansı xeyri ola bilər. Həmçinin də burada əlavə pointlərimizə də baxa bilərik. Gəlin ilk öncə dostlar portfolio bölümünə girək. Portfolio bölümündə biz baxırıq, görürük ki Plaza Finance haqqında bizim məlumatlar da, həmçinin görürsünüz claim kupon var. Əgər bizim kuponumuz olsa, qazancımız olsa təbii ki götürə bilirik. Və həmçində burada panelimiz də göstərir ki, panelimiz nə qədərdir və baxacaq görək biz Plaza Finance'da nəydən qazanırıq. İlk öncə açıram Bond Ethereum bölümün. Burada sxem əslində çox sadədir. Biz sadəcə olaraq Bond Ethereum alırıq. Məsəl üçün hansısa bir miqdarda Ethereum qarşılığında, bax, burada aktivləri göstərir. Bazi ağındadır təbii ki. Bridge eləyə bilərsiniz, yoxsa Bridge yazılıb, istəsəz körpü ilə bazi ağına Ethereum ata bilərsiniz ya da birjalardan çəkə bilərsiniz. Gördüyünüz üçün, məsəl üçün, Ethereum qarşılığında biz Bond Ethereum alırıq və nə baş verir bu zaman? Biz gördüyünüz üçün Bond Ethereum'un növbəti belə deyək də bağlanma tarixi, yəni kupon vermə tarixi 27 iyuldur. 27 iyul, yəni 27 iyuldur. Haçan ki, bu gedir 2 aydan sonraya gəlib çıxıb təxmini. 2 aydan sonra kupon verəcək, USDC kuponları verəcək, hansı ki buradan claim eləyə bilərik və onu nəyə əsasən verəcək? Bizim qoyduğumuz Ethereum miqdarına, yəni bax göstərir ki, bir Bond Ethereum'a görə 2.50 dollar kupon amount verəcək ya da ki illik 10.35% bizə gəlir verəcək. Düzdür, bunun qiyməti burada düşür, amma yenə də zaten sən əgər Bond Ethereum'a giriş edirsənsə, onu satmağın mənası yoxdur. Sən ən yaxşı növbəti kupona qədər gözlə ki, növbəti kupon vaxtı gələndə sənə USDC gəliri verəcək. Baxın, USDC, yəni stablecoin verəcək və təbii ki, aldığın Bond Ethereum'ları qaytarıb, normal Ethereum'ları da çəkə bilərsən. Bu adətən sərf edir kimlərə? Kimlərin ki, balansında Ethereum elə belə boş-boşuna dayanıb, burada qoyub istifadə edə bilər. Yəni, burada qoyub Ethereum'ları ilə təbii ki, nəsə hansısa bir gəlir, xırda gəlirlər əldə edə bilər və yaxud, məsəl üçün, boş-boşuna qalıb 1 Ethereum və yaxud 0.5 Ethereum, 100 dollarlıq Ethereum deyirsən ki, qoy protokolda iştirak eləsin, həm də ola bilər ki, Plaza Finance'ın airdropu olsa, təbii ki, oradan da nəsə əldə edə biləsən. Yəni budur, burada belə güclü bir, bu Bond Ethereum'da çox güclü bir gəlir yoxdur, yəni sən maksimum şəkildə 10% illik qazana bilərsən, bu da çox böyük bir məbləğ deyil. Ona görə də mən Bond Ethereum'a sadəcə olaraq görürsün 11 dollar ayırmışam, elə belə yəni point xatirinə pointlər atsın və bu bizi elə də çox maraqlandıran hissə deyil. Var bizə əsas maraq verən hissə leverage-dir. Leverage hissəsi daha tamam başqa bir sistemdir burada, tamam başqa cür işləyir. Və baxaq görək bu necə işləyir. Hal-hazırda baxın, hal-hazırda leverage Ethereum'un qiyməti 1980 dollardır. Amma halbuki Ethereum hal-hazırda özü daha ucuzdur. CoinGecko üzrə baxsaq, Ethereum'un qiyməti 1822 dollardır. Amma leverage Ethereum 1980 dollardır. Bu deməkdir ki, yəni daha öncə Ethereum sizə dünənlər falan haçansa, yəni bir gün bundan qabaq 1700 dollardaydı Ethereum və bu təzə başlayanda, yəni o qiymətə idi və ondan sonra Ethereum 1850 dollaracan qalxdı və 1850 dollaracan qalxanda Ethereum, baxın burada biz qrafikdə görə bildik ki, baxın Ethereum 1869-a qalxanda Live Ethereum qalxıb 2152. Bu nə deməkdir? Bu deməkdir ki, əgər sən bax indi bunu alırsansa, yəni buy düyməsini vurub Ethereum qarşılığında Live Ethereum alırsansa və fiksasiya edirsənsə, Ethereum bundan sonra əgər 10% normal Ethereum'un 10% qiyməti qalxsa, sənin koeffisiyentin 3.1x-dir. Yəni sən artıq 30% qalxmış sayılacaqsan. Yəni sən belə deyək də 1980 dollardır indi. Əgər indi biz alsaq, əgər biz Live Ethereum indi alsaq və Ethereum normal qiyməti, yəni normal Ethereum'un qiyməti burada 30%-ə kimi qalxsa, tutaq ki, və ya daha doğrusu 10%-ə kimi qalxsa, biz bizim Live Ethereum
hətta 31%, yəni 31%-ə kimi qalxacaq. Bu isə deməkdir ki, biz artıq Lev Ethereumu 2593 dollardan sata biləcəyik. Yəni sell düyməsini satıb sata biləcəyik, yəni aldığımız qədər. Bu o deməkdir. Yəni bir növ future-sa oxşuyur, amma daha az X-la sayılır bu. Yəni qalxışa stavka, yəni qoymaq kimi bir şey sayılır. Bütün hallarda bilməlisiniz ki, bütün investisiyalar ümumiyyətcə riskli investisiya sayılır. Burada əlbəttə bizim kalkulyatorumuz da var. Baxın, məsəl üçün bizə göstərir ki, məsəl üçün 100 dollarlıq Lev Ethereum var. Ethereum 25% qalxsa və leverage 3%, daha doğrusu 3x olsa, Ethereum 25% qalxsa, yəni deyir ki, burada Ethereum, yəni normal Ethereum, bizim Ethereumumuz 25% qalxsa, biz 75 dollar qazanc əldə etmiş olacağıq. Yəni, məsəl üçün, normalda bizim balansımızda 100 dollarlıq Ethereum qalsa, 25% qalxanda bu eləyəcək cəmi 125 dollar, yəni 25 dollar plusda olacaq, üstəyə xeyirdə olacaq. Yox, Ethereum məsələn dursa, 25% qalxırsa, biz 3x-la, yəni burada hal-hazırda 3.1x-dir, amma yəni 3x biz kalkulyatorda 3.1 yoxdur, hesablayırıq. 75 dollar qazanc əldə eləmiş olacaq deməkdir bu. Yəni, gəlin daha az faiz qoyaq. Məsələn, tutaq ki, bugün biz Lev Ethereum-u aldıq, hal-hazırda məsələn aldıq. Sabah gün Ethereum qiyməti 5% qalxdı. Bu o deməkdir ki, biz 5 dollar yox, yəni məntiqlə sən 100 dollar bu gün Ethereum-a pul qoymusansa, Ethereum qiyməti sabah 5% qalxacaqsa, sən 5 dollar əldə edəcəksən. Yox, sən leverage qoymusansa, yəni 3x koeffisiyenti artırmısansa, sən qazanc əldə edəcəksən, təbii ki, 3x daha çox, yəni 15. Hal-hazırda görsünlər Ethereum-un belə deyək, koeffisiyenti 3.1-dir. Ola bilsin çox da ola bilər, ola bilsin az da ola bilər. Ona görə diqqətli olun. Və təbii ki, eyni məsələ Ethereum-un düşməsinə də işləyir. Siz Lev Ethereum-da o halda itirə bilərsiniz ki, əgər Ethereum-un qiyməti, burada mənfi 5% yazma olur, bəli, mənfi 5% düşsə. 100 dollar Lev Ethereum almışsan, Ethereum-un qiyməti mənfi 5% düşsə, sən təbii ki, durub Lev Ethereum-u satsan, yəni leverage Ethereum-u satsan, sən 15 dollar ziyanla satacaqsan. Yəni, sənin balansından 100 dollar Ethereum yox, gələcək 85 dollar Ethereum. Bax, bu o deməkdir və biz bu yolla da burada belə qazanc sağlaya bilərik. Amma bu instrumenti ən çox mən nə üçün istifadə edirəm? Bu detalı ən çox nə üçün istifadə edirəm? Görürsən, mənim elə məbləğim yoxdur, deyə bilərsən ki, niyə azdır? Ethereum düşməyini gözləyirəm. Ethereum düşəndən sonra yəqin ki, Lev Ethereum-a biraz giriş eləyəcəm ki, qalxışda satım. Və təbii ki, məni maraqlandıran əsas məsələ də, mən bir Plaza Finansın airdropunda iştirak edirəm. Mənə lazımdır ki, əsasən pointlərin çox olsun. Görürsünüz, burada pointlər, görürsünüz, satış, alış, yəni gün ərzində pointlərim artır. Hansılar ki, ola bilsin ki, gələcəkdə airdrop olsa mənə xeyri ola bilər. Bilməm, nə dərəcədə yaxşı airdrop olacaq, nə qədər airdrop olacaq. Gələcəkdə xeyri ola bilər. Buy sell düyməsini vursaq, biz burada görürsünüz, istənilən bir şeyi, məsəl üçün, Lev Ethereum-u götürüb, bonda da çevirə bilərik, normal Ethereum-u da çevirə bilərik. Bu, hamısı base ağında baş verir, bazi ağında baş verir. Çevirə bilərik, amma hal-hazırda çevirməyib, bizə sərf eləməyəcək. Çünki mən az öncə almışam və Ethereum-un biraz qalxmağı lazımdır. Yəni, Ethereum haradasa, əgər 1870 dollara falan gəlsə, mən üçün satmaq müsbətdə olacaq, əgər satmaq istəsəm, təbii ki. Və belə bir şeydir. Yəni, 3x marginal trading kimi də saymaq olar bunu. Maraqlı bir şeydir, həm də mərkəziyyətsiz, hansısa bircəyə girmək lazım deyil. Birbaşa cüzdanımı qoşdum, MetaMask-ı və başladım fəaliyyətə eləmək. Yəni, ümid edirəm ki, bu çətin bir şey olmaz, çətin bir şey kimi görünməz və bütün hallarda nəzərə almalısınız, dostlar. Mənim sizə verdiyim bu məlumatlar sadəcə informativ xarakter daşıyır. Yəni, siz gedib burada pul itirməyiniz, pul qazanmağınız, bunun belə deyək də, mənə heç bir nə ziyanı olmayacaq, nə xeyri olmayacaq. Sadəcə olaraq informasiya verirəm ki, belə bir yol var. Yəni, zaten bilirsiniz ki, sən adi kriptoda alsan, qiyməti düşsə, yəni mənfidə olacaqsan, qiyməti qalxsa, müsbətdə olacaqsan və yaxud gəlib, məsəl üçün, belənsinə instrumentləri, yəni belənsinə əşyaları və yaxud proqramları istifadə etsən də müəyyən qədər qazanc da əldə edə bilərsən və yaxud ziyan da əldə edə bilərsiniz. Görürsünüz, hal-hazırda, baxın, bir günlük penelim mənim 1 dollar 69 sentdir. Total penelim 4 dollar 69 sentdir, yəni Lev Ethereum üzrə. Amma, məsəl üçün, Bond Ethereum üzrə görürsünüz, mənfi 10 sent, yəni 10 sent ziyandayım. Bax, belə bir maraqlı bir proqramdır. Həm belə deyək də, iştirak edib yoxlamaq olar, qazanmaq olur, yoxsa yox. Əgər Ethereum-un qalxacağına güvənirsənsə, inanırsansa Ethereum qalxacaq, o zaman belə eləyə bilərsən. Sadəcə olaraq bu bir növ düzdür. Şeyə də bənzəyir, belə deyək də, futures tradingə də bənzəyir müəyyən qədər, amma 3x, yəni çox balaca bir, belə deyək də, risk oranıdır, türklər demiş ki.
Ona görə də məsəl üçün burada test eləmək olar. 10 dollar, 15 dollardan test eləmək olar ki, özü ki, görək bazarsan yoxsa yox. Bu qədər dostlar, istifadə eləmək istəyirsiniz, linki videonun altında var, götürüb istifadə edə bilərsiniz. Mütləq kommentlərinizi, fikirlərinizi komment bölümündə yazın. Gələcək videolarda nəzərə alacam. Yəni, gələcək videolara ideya kimi istifadə edə bilərəm kommentləri. Təbii ki, like eləməyi və kanala abunə olmağı da unutmayın. Bu qədər, sağ olun, özünüzə yaxşı baxın.